Hər vaxtınız xeyir uşaqlar. Mən istirahətdəyim hal-hazırda, amma internetdə baş verən o qədər məsələ var ki, onları müzakirə etməmək mümkün deyil və əlbəttə ki, məsələ məhz Argentinanın bu dünya çempionatındakı sonuncu oyunda göstərdiyi və yaxud göstərmədiyi performansdır. Məqam nədən ibarətdir? Hal-hazırda çox qısa bir video olacaq əslində, ona görə də indidən bəyənməyi, şərh yazmağı və s. hər şey hazırlayın, hər şey zordur. Deməli, məqam nədən ibarətdir? İddialara görə hal-hazırda internetdə belə bir xəbər yayılır ki, Argentinanı bilərəkdən finalda məğlub etməyə məcbur etdilər. Buna səbəb isə Argentina futbolçularının İngiltərə ilə oyundan sonra Las Malvinas son Argentinas şüarı ilə belə deyək də siyasi plakatı açmağı idi ki, bilirsiniz də FIFA'nın din və siyasət üzrə çox ciddi fikirləri var və bu həqiqətən də çox ciddi inzibati xətalar və yaxud hər hansı bir cəzaları özündə birləşdirə bilər. Tərcümədə bu yazı o deməkdir ki, biz Malvin adaları, hal-hazırda Falkland adaları, hansı ki Böyük Britaniyanın tərkibində gedir, onlar Argentinalılara məxsusdur. Və deyilənə görə bax bu hadisə baş verdikdən sonra FIFA Argentinaya 10 il ərzində dünya çempionatlarında oynamaq qadağası qoyub və bu həqiqətən də çox maraqlı bir məqamdır. Niyə görə? Və belə deyək də, hal-hazırda ümumilikdə bütün sosial şəbəkələrdə, hər yerdə bunun müzakirəsi gedir və etiraf edəcəm ki, biz çox gözəl başa düşürdük ki, İspaniya fantastik futbol oynayaraq bu oyunda qalib gəlib və zaten problemli Argentinaya şans yaradımdı. Amma bəzi nüanslar var ki, onları biz ignor edə bilmərik, əfsuslar olsun ki, və o barədə danışmalıyıq, mənə elə gəlir ki, mütləq. Birinci məqam ondan ibarətdir ki, komandanın ümumiyyətlə meydana gəlmə əhval-ruhiyyəsi ilə onların daha sonra məşqə çıxmağı və oyuna çıxmağı əhval-ruhiyyəsi tamamilə fərqlidir. Bir çoxları bunu Leo Messi'nin son oyunu ilə bağlayırdılar ki, o axırıncı oyunudur, yəqin hansısa emosional bir speech eləyib orada, ona görə də futbolçular sarsılıb, bəziləri ağlayıb və s. Amma gəlin etiraf eləyək ki, bu tam da o vibe-ı vermir də, necə deyərlər də. Üstəlik belə bir vibe-da olan komanda, bu doğrudan da Leo'nun son oyunu isə, son ultima da Leo söhbəti idisə, onda mənə elə gəlir ki, komanda tamamilə başqa bir əhval-ruhiyyədə olmalıdır və çıxıb bu finalı sadəcə cırıb aparmalıydı. Yəni bu mənim şəxsi fikrimdir ən azından. Çünki biz Argentinanın Messi üçün necə mübarizə apardığını 2022-ci ildə görmüşük. Digər maraqlı məsələlərdən biri, məsələn, bir neçə faktor var. Birinci faktor ondan ibarətdir ki, Argentina prezidenti həmin oyunda yox idi. Nə əcəbsə, yəni ən azından 100%, yəni 100% Argentina prezidenti yox idi. Antonellanı görmədik biz, yəni Leo Messi'nin ailəsini biz görmədik ki, adətən onlar oyunda olanda onları göstərirlər. Diego Simeone'u görmədik. Lautaro Martinez'in ümumiyyətlə oyuna çıxmadığını gördük və deyilənə görə məhz bax bu hər şey bu qaynaqlanan bir məqamlardan biri məhz bu Lautaro Martinez'in də həmin bu plakatı tutmağa səbəb kimi göstərilirdi. Və deyilənə görə yəni bu plakatı tutdu, bu şüarı dəstəklədiyinə görə bu 10 illik ban veriləndən sonra Argentinanın qarşısında yəni seçim qoydular. Ya onlar çıxıb bu finalı məğlub olurlar, çünki dünya çempionatının finalını ləğv etmək olmaz. Orada o qədər sponsor pullar, o qədər öhdəliklər var ki, yəni FIFA-nı silib süpürərlər yer üzündən. Çünki bu yəni pul baxımından çox bahalı və çox dəyərli bir oyundur və bütün dünyanın fikri səndədir. Ya da ki, problem yoxdur. Əgər onlar oyunu budmaq istəyirlərsə, 10 il ərzində dünya çempionatına çıxmaya bilərlər. Bu ilə bağlı problem yoxdur. Ki, sonda iddialara görə komanda, Scaloni, federasiya qəbul elədi ki, okey, problem yoxdur, biz bu oyunu uduruq, amma tək ki, Argentina 10 il ərzində dünya çempionatına çıxsın. Digər tərəfdən, bilirsiniz, xəbərimiz var, yoxsa yox, hal-hazırda Argentina Futbol Federasiyası ilə bağlı FBI araşdırmalar aparır və Çiki Tapia hal-hazırda saxlanılıb. Onun çekli pulların yuyulmasına da ittiham edirlər. Bu da əslində bir məqamdır. Daha sonra, oyundan sonra, mən sadəcə bəzi faktları deyəcəm, ona özünüz qərar verin ki, siz bu fərziyə inanırsınız, yoxsa yox. Daha sonra Paredes'in bacısı mən belə başa düşdüm ki, oyundan sonra bildirdi ki, yox, bizim dünya kubokumuz
olmasa da, amma biz hər birimiz bilirik. Yox, bizim 4-cü ulduzumuz olmasa da olar, amma əsas hamı bilməlidir ki, Malvinas bizimdir. Bu da çox maraqlı, gəlin etiraf edək ki, fərziyyələrdən biridir və bütün bunların fonunda, bütün bax bu baş verənlərin fonunda, yəni seçim qarşısında qalan Argentina təbii ki, finalda məğlub olmağı seçərək daha sonra artıq məsələ ilə bağlı növbəti addımları atmağı çox güman ki, seçib. Bu da əslində bilmirəm nə qədər məntiqlidir deyil, amma deyilənə görə artıq Argentina tərəfi, Argentina Futbol Federasiyası bütün bu qarayaxmalarla bağlı iş görən sosial şəbəkələrə kimi məhkəmə proseslərini hazırlayır, onlar şikayət edəcəklər və bunun ətrafında təbii ki, bütün söz-söhbətlər baş verəcək. Yəni, belə maraqlı bir məsələdir. Əslində, gəlin etiraf edək ki, bir neçə faktor var ki, onları biz göz ardı edə bilmirik. Ən belə bariz nümunələrdən biri Leo Messi'nin deməli, oyundan öncə 5 dənə cərimə zərbəsi vurmasıdır ki, heç qapı istiqamətində getmirdi. Bu Leo üçün həqiqətən də nə qədər böyük bir qeyri-adilik olduğunu mənə gəlir ki, izah eləməyə dəyməz. Hər nəsə ki, baş verənlər bunlardır. Mən də şərhlərdə sizin fikirlərinizi öyrənmək istəyirəm ki, görəsən sizcə bu doğrudan da hal-hazırda real olan bir məsələdir, yoxsa sadəcə olaraq Argentina azarkeşləri bu məğlubiyyəti qəbul etməyib deyənə bu fərziyyəni uydurublar. Bilmirəm, amma gəlin etiraf edək ki, oyundan qabaq və oyun əsnasında gördüyümüz və bir çox əsaslı şəxslərin verdiyi şərhlərdə maraqlıdır və istər-istəməz düşündürməyə məcbur edir. Öz fikirlərinizi təbii ki, şərhlərdə yaza bilərsiniz. Kanalımıza abunə olub bizi dəstəkləməyinizi unutmayın. Biz sizinlə bu yaxınlarda yenidən görüşəcəyik. Sağ olun.